Ağaza müəllim, xoş gördük sizi. Biz bugün Qarabıcaq qəsəbəsindəyik. Düşmək istəyirsən? Ha, su düşür. İndi bir 50 manat verərsən, ondan sonra Baş düşər. sizə. Ha, tüpürdü. Bababa tüpürür. Da. Amma bununla paralel olaraq dərsləri də oxuyur. Bəli, oxuyur. Dərsləri də oxu. Həm dərs oxumaq səni gələcəkdə hansısa bir peşəyə yönləndirə bilər. Həm də ki, bu işi də onunla paralel necə deyirlər, apara bilərsən. Bəli. Həm bu işlə məşğul ol, həm dərslərini oxu. Gəlmişik bu qəsəbənin adət-ənənələrin, insanların, kulinariyasının, Bölgə TV izləyən tamaşaçıların diqqətinə çatdıraq. Siz də çox sağ olun, bizə vaxt ayırdınız və bizi ilə kəndi gəzirsiniz. Ağaza müəllim, bu qəsəbənin tarixindən, adət-ənənələrindən bizə məlumat versəniz, məncə yaxşı olar ki, bizi izləyən tamaşaçılar da onlar haqqında məlumatlandıraq. Buyur. Qarabıcaq tayfası haqqında tarixi məlumatlara istinad edəcək 15-ci, 16-cı əsrdə qədim türk tayfası Nuay onun göstərdiyinə görə Qarabıcaq tayfası onların bir qolu olubdur o tayfanın. Qarabıcaq sözünün mənası Qarabıcaq böyük, yəni bu türk dillərini biz götürək, böyük mənasında işlədilir. O birisi ərazi. Bu ərazi çox böyük bir əraziyə malik olubdur bizim bu Qarabıcaq kəndinin ərazisi. Bunun bir ucu demək gedir, çıxır Zərdab, Ucar, bir tərəfi gedir Ağsuya, bir tərəfi də Göysoy zonası və bu zona hamısı demək Qarabıcaqın ərazisi olubdur. Həqiqətən də kəndlərimizə, qəsəbələrimizi gəzdikcə burada beləncik binalar qalıb. Bunlara Sovetin binaları deyirlər, lap keçmişdən qalan binalardır. Aydın məsələdir, müasir binalar deyirlər, amma burada necə deyirlər, nostalji var, burada keçmişin hissləri var. Keçmişin hissləri hələ də burada qorunub, saxlanılır. Nəriman müəllim, həqiqətən də bugünkü gün burada Mədəniyyət evi fəaliyyət göstərir. Biz gəldik, bunun canlı şahidi olduq. 65-ci illərdən sonra kəndin, qəsəbənin nə mədəniyyət tədbirləri var, hamısı burada keçirilir. Hamısı burada keçirilir. Bu da o deməkdir ki, burada kimlər necə deyirlər, kimlər gəlib, kimlər keçir. Mən onu şəxsən şahidiyəm. Mən 35 ildir bu müəssisədə çalışıram. 80-85-ci illərə kimi, yəni burada bizim xalq artistimiz Nisə Qasımova burada olub konsert proqramında. İlhamə Quliyeva olub, Arif Quliyeva olub, Əlba burada. Əziz tamaşaçılar, maraqlı bir fakt dedi bizə Nəriman müəllim. Deməli, bizim xalq artistlərimiz burada İlhamə Quliyeva, Arif Quliyev, hamısı burada tədbirlərdə olub. Deməli, əziz Bölgə TV izləyiciləri, bu bina 65-ci ildən bura fəaliyyət göstərir. Bu bina daxil olarkən içimdə bir nostalji bir hiss oldu, yarandı bu məndə. İstədim sizlə də bölüşəm. Adam elə bir ki, başqa bir dünyada olur. Çünki 65-ci illərdən bura diqqət yetirsək, görün burada nə qədər tədbirlər keçirilib, burada kimlər əyləşib. Bayaq Nəriman müəllim bizə dedi ki, burada xalq artistlərimiz konsertlər verib. Necə deyirəm, kəndin, qəsəbənin bütün mədəni tədbirləri 65-ci ildən sonra hamısı bu binada keçirilir. Xoş gəlmişsiniz bala. Həmişə Salam siz müəllim, xoş gələsiniz, gördük xoş gəlmişsiniz. Mehdiyev Novruz, Qarabıcaq kənd sakini. Xoş gördük sizi. Xoş gəlmişsiniz, həmişə siz gələsiniz. Bizim kəndimiz qonaqpərvər kənddir. Yəni həmişə nə vaxt gələsiniz, bu yol, bu həyət sizin üzünüzə açıqdır. Bu ev sizin qapısı sizin üzünüzə açıqdır. Biz də bayaqdan kəndi, qəsəbəni gəzirik. Əcəb eləyirik. Sizin insanların həqiqətən də qonaqpərvərin olduğunu bir daha şahid oluruq. Kürdəmirin balı necə olur?
Valla deyilənlərə görə ən yeganə bar elə Kürdəmirin balı olur. Çünki Və yolu Kəlbəcər balını tərifləyirlər. düzdür, tərifləyirlər, tərifləməyinə nə bilim. Amma mən kimə balı verirəm, mənim balımı bəyənir. Qarabıcaq qəsəbəsində, Qarabıcaq kəndində arı təsərrüfatına məşğul olursunuz. Bəli. Bu sizdə ta qədimdəndir yoxsa? Yox, 15 il. 15 il 14-15 ildir. Ana məməsidir. Baba, görsən? Bəli, o nə üçün? Şah beçədir bu. Bəli. Ona görə yəqin ki, anasını dəyişəcəkdir yenə. Ana məməsi qoyub içi. Bu hardasa 15 günə yetişəcək, çıxacaq. İnşallah. İnşallah. Bərəkətli olsun. Allah kömək olsun. Deməli, siz bunu bir kəndçi olaraq yetişdirirsiniz və necə deyirlər, öz nəvələrinizə, öz evlatlarınıza hər şeyin pay təbiisini verirəm, nə bilim mən satıram, arı da satmıram, amma pay verirəm. Bunu xüsusi necə qulluq edirsiniz? Necədir? Arı saxlamaq ümumiyyətlə çətin Qulluğu budur təsərrüfatdır. ki, ramkasını verəsən, o deyir, ramkalar oradadır. Bəli. Ramka verəsən ki, arı əziyyət çəkməz. Əsl bal xarramalıdır. Əsl bal xarlamalıdır. Bəli. Hə, deməli, əsl bal xarramalıdır. Bu da xarrayıb. Xarrayıb deyirlər, hə? Bəli, bəli. Hə. Bu nə vaxtın balıdır? Keçən ildən köy balıdır. Keçən ildən qaldı. Keçənki baldır. Hə, əziz tamaşaçılar, baldır, bax, xarrayıb. Müəllim deyir ki, tam təbiidir. Hə, çünki qatqı yoxdur bu balda. Həmən çorpalardan bax, Bayaq yarı pişirir. göstərdiyiniz çorpalardandır. Bunu da özünüz burada saxlayıb bəsləyirsiniz. Bəli. Qarışdırım. Tam təbii məhsullardan istifadə edirsiniz. Ümumiyyətlə, bəli, Kürdəmirin deyirlər çolpası çox Çəpər dadlı olur. çorpası bax budur. Çəpər çorpası budur. Bəli. Çox dadlı olur. İndi hal-hazırda dəvələrin olduğu fermaya gəlmişik biz. Burada da sahəni su basdığına görə, yol keçilməz olduğuna görə maşını dəyişirib, elə bir ki, kanalın maşını burada qoyub Niva əyləşirik. Niva ilə gedəcəyik. Bölgə Nivi keçilməz yollardan keçir. Görürsünüz də? Arzə müəllim, Allah verdi ev Gəncədən gəlmişdi bura. Bəli. Kürdəmiri deyildi. İxtisasda aqronom idi. Kürdəmiri deyildi. Yox, Kürdəmir deyil. Ya o gəldi burada, necə deyirlər, YouTube'a saldı, qaldı burada. Yox. O buradan sonra onu Daşkəsən rayonuna katib seçdilər, ora getdi. Yəni yaxşı işlədiyinə görə. Onun yəni mən bir dənə də sizə deyim ki, o vaxtı Moskvada kənd təsərrüfatı sərgisi keçirilirdi. Bax, o dövrdə burada yetişən qardıqalını, yəni indi siz bilmərsiniz, Xuruşov dövründə belə bir şey çıxdı ki, donuzçuluğu və qardıqalçılığın inkişaf etdirilməsi. Və o cümlədən burada gəldilər də elə bir doğuz ferması etdirlər. Burada yox, Qurtbayram kəndində doğuz ferması etdirlər. Buradan qardıqalını həmən kənd təsərrüfatı yarmarxasına aparıb oradan nümayiş etdilər. O qədər hündür, o qədər məhsuldar idi ki, yəni qardıqalını. Və ona görə də sizin bir sualınıza görə mən deyirəm ki, bura çox məhsuldar torpağa malik olubdur. İndi sonradan yəni şoranlaşma getdiyini elədi. İndi də Qarabıcaq qəsəbəsində gəlmişik kitabxanaya. Kitabxananın da fəaliyyəti ilə sizə tanış edəcəyik. Salamünaleyküm, xoş gördük sizi. Necəsiniz? Xoş Çox sağ olun. Salamlayıram, xoş gəlmisiniz bizim qəsəbəmizə, kitabxanamıza. Adım Qasımov Fəqan. Kitabxanamız demək Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərir. Bugünkü günü fondumuz da zəngindir, bəli, fondumuz zəngindir. Oxucularımız da var, kənd sakinlərimiz, əsasən məktəblilərimiz, tələbələrimiz var Bakı şəhərindən. Yəni bugünkü fəaliyyətimizdə, yəni kitabxananın fəaliyyəti gördüyünüz kimi şəkillərdə tədbirlərimiz hamısı yüksək səviyyədə keçirilir. Yəni buyurub baxa bilərsiniz müəllim.
Bu da o deməkdir ki, sizin kənddə kitaba, elmə maraq çox böyükdür. Bəli, bəli, var. Deyə bilmərik ki, əvvəlki dövrlər kimidir. Dünya alimləri də sübut eləyiblər ki, yəni telefondan, planşetdən, kompüterdən oxulan hər hansı bir məlumat kitabdakı qədər insanın yadında qalmır. Biz sosial layihə, bizim Bölgə TV-də yeni bir layihəmiz start verib, müəllim. Sizin sahənizlə əlaqədardır, ona görə deyirəm. Bəli. Sosial imkanlar və sağlam gələcək. Biz baxdıq ki, birinci nədən çəkək? Biz birinciyi kitabları çəkdik. Oxuculuq aktivliyi necədir? Əvvəlki kimi də olmasa, indi necədir? Olmasa, indi də pis deyil. Yəni yaxşı səviyyədə də demək olar. Yəni kənd əhalisi, yəni təqaüdçü insanlar, məktəblilərimiz, qeyd etdiyim kimi tələbələrimiz, yəni bundan əlavə biz aylıq yəni tədbirlərimiz də olur. Misal üçün may ayı üçün Ulu Öndərimizin ad günü ilə bağlı tədbirimiz olacaq. 28 may Respublika Müstəqillik günümüzlə bağlı tədbirimiz olacaq inşallah. Fransız ədəbiyyatı antologiyası. Bu da var burada. Bəli. Yəni ki, bir kənd kitabxanasında belə bir maddi sərvətlər var. Bu sərvətdir də, bilirsiniz yəqin ki, sərvətdir. Kifayət qədər böyükdür oxucular. Bunlara da xüsusi bir güşə düzəltmisiniz burada. Bəli. Şagirdlərə də bunların döyüş yollarının xatırladırsınız. Birinci Qarabağ və ikinci Qarabağ müharibəsinin bütün şəhidləri. Deməli, bu sizin qəsəbənin şəhidləri. Bəli, qəsəbəmizin birinci Qarabağ müharibəsində olan şəhidləridir. Bu da 44 günlük Vətən müharibəsinin, aprel döyüşlərinin şəhidləri, antiterror əməliyyatının şəhidləri, hamısı haqqında məlumat, yəni şəkilləri, hamısı burada yeni deməli, nəslimizə. bir qəsəbədən bu qədər şəhidin olmağı onu göstərir ki, həqiqətən də sizin kənd vətənpərvər kənddir. Bəli, bəli. Bizim ümumiyyətlə ölkəmiz vətənpərvər ölkədir, Nurlan müəllim. Yəni gələn oxucularımıza, əsasən də məktəbli oxucularımıza əsas birinci növbədə bu sərgi ilə tanış edirik. Bu sərgi haqqında məlumat veririk ki, yəni gənc nəslimiz şəhidlərimizi unutmasın. Bizim birinci növbədə vəzifə borcumuz budur. Çox sağ olun, təşəkkür edirəm sizə. Sağ olun. Siz də hələ də bu kitabxananı yaşadırsınız və necə deyərlər, gələcək nəsillərə ötürməkdə bir rol oynarsınız. Bəli. Çox sağ olun, təşəkkür edirəm sizə. İndi biz hal-hazırda Qarabucaqdayıq. Qarabucaqda gəzirik. Gəlmişik böyük bir ferma təsərrüfatına. İndi bu ferma təsərrüfatında olan proseslərlə sizi tanış eləyəcək. Həqiqətən də bura çox maraqlı yerdir. Salam əleykum, xoş gördük sizə. Təsərrüfatla məşğul olan adamlar, dədə-baba bu tərəkəməçilikdir. İndi də davam edirik də, yavaş-yavaş. Yəni, bizim də həyatımız bununla qurulub o vaxtı. Babalarımız, keçmişlərimiz. İndi də bu qoyun saxlayırıq, mal saxlayırıq, nə bilim, dəvəmiz var. Dəvəniz də var burada. Var, bəli, var. Neçə dənə dəvə var fermanızda? Dəvə azalıb 3-4 dənə olmalıdır, indi ikisini gətirəcəyik. Gətirəcəyik. İkisini gətirsinlər. O dəvədə indi o minik kimi istifadə edirsiniz, yoxsa? Onu qabaq bizdə bizim bu Balşevi savxozu olub, o vaxtı qoyunçuluq savxozu olub. Buradan Kəlbəcərə yaylağa gedirlər, bizim briqadirlər olurdu. O vaxtı köç gedirlər, onlar veşlərin qadını aparmaq üçün dəvə ilə gedirdi. İndi 2026-cı ildə texnika o qədər artır ki, dəvə ehtiyac görür. Dəvə indi ətinə görə saxlayırıq, nə bilim, olur südünə görə istifadə olunur, yununa görə. Bunlar da sizin heyvanlarınızdır. Heyvanlarımızdır. Bu yerli cinslərdir. Bura yerli cins. Yerli cins deyəndə bizim elə bir Qarabağ sortu da var, qarışıq da. Burada bunların məhsuldarlığı necədir? Əti, məhsuldarlığı südü. yaxşıdır. Baxır saxlamağına. Amma çətin təsərrüfatdır da qoyunçuluq. Amma çətin. biz adətən gəzəndə bizə həvəsli gəlir ki, burada qoyun var, quzu var da var. Amma belə baxanda hamısı çətin təsərrüfatdır. Çətindir. Zəhmət tələb edir. Zəhmət tələb edir. Sizdə sırf tərəkəməçilikdir. Tərəkəməçilikdir, bəli. Bəli, bu siz onda hardan gəlmisiniz əvvəldən? Bizim əslimiz Ağcabədidir, amma mən burada doğulmuşam. Atam 46-da gəlib. Bəli. Burada elə savxozda işləyib. Biz də indi dalın davam edirik də indi. Harasan gedər. Sizdən sonra var, elə ki bu işə həvəs olan var? Yoxdur, həvəs olan yox. Deməli son nümayəndə sizsiniz. Son nümayəndə elə bizik. Həvəs yoxdur. Niyə həvəs olmur bu gənclərin? Gənclərdə nəsə həvəs yoxdur. Çətinliklə əlaqədardır. Çətinliklə əlaqədardır. Nə bilim, gedən yoxdur, qoyuna gedən yoxdur.
Sən də bu təsərrüfata kömək eləyirsən? Bəli, Böyüklərə kömək özümün edirsən. həvəsim var. Quzu zat saxlayıram. Öz heyvanım. Elə vaxt olur qoyuna mən gedirəm tezdən axşam. Belə Hə, marağın var özündə. bəli, heyvan saxlayıram. Sort da olur, sort olmayan da olur. İkiləmiyə doğan olur, üçün doğan olur. Sən də yaylağa gedirsən? Bəli, gedirəm özümüz. Yaylağa hara gedirsiniz? Muxtakana gedirik. Şamaxıya gedirik, İsmailiyə gedirik. Və dərslərində necə çalışırsan? Nətər? Dərslərini harda oxuyursan? Dərslərimi Kürdəmir rayonu var, qəsəbə və 564 saylı ailə qəsəbəsi var. Orada məktəbə gedirik, təhsil alırıq. Hə, orada da oxuyursan. Bəli. Yaylağa gedəndə necədir? O kitabları oxuyursan orada, öz dərsliklərini. Yaylağa gedəndə nətər deyim, vaxt olmur. Qoyunaza da gedirik, kömək zat çox olur. Su daşımaq var, gətirmək. Hə, deməli, tərəkəmələr yaylağa gedəndə uşaqların da üstünə bir vəzifə düşür. Bəli. Sizin işiniz nə olur? Su daşımaq əsasən. Hə, su Ondan danış, yaylağa gedəndə necə edirsiniz? Nə işlə məşğul? Yaylağa gedəndə valla havalar soyuq olur, odun gətiririk çox vaxt. Qışlar yandırmaq üçün. Quzuların otun verdiyi olur, balaca quzular olur. Danalar olur, hörükləməyə, iplə. Deməli, yaylaqda da uşaqların üstünə düşən vəzifələr olur. Bəli. Tərəkəmələri. Amma bununla paralel olaraq dərsləri də oxuyur. Bəli, oxuyuruq. Dərsləri də oxuyur. Həm dərs oxumaq səni gələcəkdə hansısa bir peşəyə yönləndirə bilər. Həm də ki, bu işi də ona paralel necə deyirlər, apara bilərsən. Bəli. Həm bu işlə məşğul, həm dərslərini oxu. Yaxşı? 1904-cü ildə Zavqaza dəmir yolu çəkiləndə, Batumi demək, Tiflisə çəkiləndə bu stansiya o vaxtdan tikilib. İnşası əvvəl olub, ancaq təhvil verilməsi 1904-cü ilə təsadüf edilir. Bu stansiya mənim yanımda necə qalan? Bu indi biraz görürsünüz hər şey sökülübdür. Burada bir dənə ağac yox idi. Yəni su olmadığına görə burada bir dənə ağac yox idi. Yalnız bax bunun həyətində idi. Bir də o tərəfdə kazarma deyilə 2 dənə o çarın dövründə tikilmiş binalar var idi. Orada birində adamlar yaşayırdılar, birində ancaq məktəb idi. Məktəb eləmişdilər. Bu mənim yadımda nəyə görə qalıb? Yəni mənim ağlım söz keçəndə bizim o tərəfdə kəndimiz baba burada olur. Görürsü bu ərazini. Dəmir yolun o Baba tərəfində. burasında, hə. Sağ tərəfində. Biz o kanalın yanından başlayıb, axırıncı ev, bir də buradaydı, Allah rəhmətin Qələmkar Arif vardı, Əriz adı müharibədə ölmüşdü, bir də babam bu Soman 10 evi idi. Yəni biz orada olardıq, oradan çıxardıq. Burada bir epizod danışmışdı, burada bir dənə Sadıq Şiş deyirdi. O stansiyada. Stansiyada. O istirekalar deyirlər, onu o silərdi həmişə. O çox o qədər belə uşaqların gözünü qorxuzmuşdu ki, yəni oradan bizim uşaqların bir nəzi qorxsa bu dəmir yolsa çıxa bilmir. Təhlükəsizlik baxımından. Çox belə şeydir. Həm dəlləgə idi, həm diş çəkirdi, həm baş qırxırdı. Hamısından da eləyirdi, hər şeydə görürdü. 1953-cü ildən mən bu yadımda qalıb. Yəni ona qədər mən uşaq olmuşam heç bir. Ancaq 53-cü ildə nəyə görə yadımda qalıb? Yəni biz oradan çıxdıq, poyuzlar dayandı, fit verirlər, arvadlar ağlayırlar, bunlar niyə ağlayırlar, mən bilmirəm. Heç onu da bilmədim. Sonra bir də məktəbə gedəndən sonra orada deyirlər 1953-də Stalin ölüb. Stalinin ölümünə görə o paravozlar onda kapkuf poyuzları idi da sunan işləyənlər. Onlar siqnal verdi, onda bildi ki, hə bu budur. Hə, bax biz tərəkəmə sacı. Bu da qazanı bozartması. Tərəkəmə bozartması gedir bu. Bəli. Bax. Niyəsiz nuşucan olar. Bu da ki, necə deyir, lavaşı. Lavaşı. Bizim tərəkəməçdə belə bir şey də var da. Demək bir qonaq gəlirdi. Məsələn, bu quzunun birini kəsmişik. Sonra bir partiya qonaq gəlinir, yenə bir quzu kəsilir. Həmən əti vermirdi. Həmən əti çobana, yəni qonağa verilmir. Əziz tamaşaçılar, əsl tərəkəmələrdə belə bir adət var. Onların da qonaqpərvərliyi ilə gəlir. Deməli, tərəkəmənin bir gündə 2 qonağı gələrmiş. Deməli, hərəsinə ayrı-ayrı quzu kəsərmiş, heyvan kəsərmiş.
Bu da tərəkəməllərin necə deyirlər? Bir adətən. O şəhərdə deyirlər, ətin kilosu nə bilim 20 manat, 30 manatdır. Tərəkəmə üçün o belə böyük rol oynamır. Düz. Tərəkəmənin qoyunu da var, quzusu var, o da onun var dövlətidir. Xoş gördük sizi. Sağ ol, xoş gəldiniz. Biz bayaqdan sizə fikir veririk, biz ərazini gəzə-gəzə burada da fermer şəraiti ilə tanış olurlar. Siz bayaqdan maşallah ancaq dayanmırsınız, ancaq hərəkətdəsiniz və burada əlinizin zəhməti ilə bizə yuxa yayırsınız. Ümumiyyətlə necədir? Tərəkəmə çətindir də, çətindir peşə. Bizə hasatdır elə bil. Asan gəlir sizə. Hə. Nə işəmi? Gündəlik tərəkəmənin səhər yuxudan duranda bir gün necə keçir? Sabah dururuq, malı sağırıq, qoyun, sonra gətirib pendir qayırırıq. Ondan sonra nə bilim çay, çörək, çobanı yola salırıq. Tərəkəmə qızarlıq, elə belə qızdalanda yaxşı olur hamısı. Bizdən götürür. Öyrənir. Hə. İndi sizin işiniz çox zəhmətli işdir da. Bəli. Necədir? Yaylağa gedəndə necə olur? O proseslərdən danışın bizə. O da belə olur, elə belə saj, qazanov, sinə var. Tam ənlə bəri elə bizim olub, atamızın olub. İndi də qardaşımındır. Elə yüklüyürlər, yük aparırlar dağa. Yaylağa Hə, gedəndə. yaylağa, orada gedib çadır qururuq, otururuq. Sizə dağda asanda olur, yoxsa aranda? Hamısı eynidir. Hərəsinin öz vaxtı, öz mövsümü var. İndi də burada baxırıq, görürük ki, siz kətə bişirirsiniz. İndi artıq biz əziz tamaşaçılar kəndləri gəzəndə orada uzaqda təndirlər də var. Bir növ təndir mədəniyyəti hələ də tərəkəmələrdə qalıb. Tərəkəmələrin ümumiyyətlə kişiləri nə qədər qoçaq olursa olsun, qadınları da qoçaq olmalıdır ki, o işlərdə kişilərə kömək eləyə bilsin. Çünki burada aydın məsələdir ki, qoyunların sağılmasıdır, inəklərin sağılmasıdır. Hamısını eləyirik elə bil biz. Bəli, çörəyin bişirilməsidir, çobanı yola salmaq, çobanı qəbul eləmək, axşam çayın vermək, suyun vermək, hamısı zəhmət tələb edir. Bu işlər əsasən tərəkəmə qadınların üstünə düşür. Siz alınma yağdan istifadə eləmərsiniz da, ancaq kərə yağı təbii. Kərə yağı. Bir motal necədir? Motaldan istifadə edirsiniz, motal olur, qoyursunuz motal. Qoyun sağırıq, pendir vururuq, yığırıq dəriyə. Qalır, keyfiyyətli olur da o. Yaxşı olur. Qoyun pendirindən hələ də istifadə edirsiniz də. Hə. Deməli, bugünkü gün bu təsərrüfatda hər şey var. Deməli, burada maşallah sazda yuxa bişir, kətə bişir, sınavar çayı burada var, dəmlənir. Burada necə deyərlər, tərəkəmələrin ən sevdiyi yemək bozartmadır. O da var, quzu kəsiblər. Həqiqətən də bu həm tərəkəmələrin qonaqpərvərliyinə irəliləyə gəlir. Çünki tərəkəmələr çox qonaqpərvər olub. Ta qədimdən bugünkü qədər tərəkəmələr qonaqpərvərdir. Gələn qonaqlarına da həmişə gücü satandan tərəkəmənin nəyi var? Quzusu var, qoyunu var, ondan kəsiblər. İnsanların ürəyi çox genişdir. Biz bugün onun bir daha şahidi olduq. Deməli, Faiq əmi, biz bugün sizin təsərrüfatdayıq. Mən burada görürəm ki, burada necə deyirlər, kətə var, burada nehrə yağı var. Siz aydın məsələdir ki, alınma yağlardan istifadə eləmərsiniz. Ancaq özünüz... Öz məhsulumuz. Bəli, öz məhsulunuz. Əti də, yunu da, südü də, nətər deyərlər, yağı da, qatığı da, hamısı öz istehsalımız. Bəli, burada indi bu qoyun pendiridir də bu, ha? Qoyun pendiridir. Qoyun pendiridir. Bu da inək yağıdır. Bu da inək yağıdır. Deməli, bunu da özünüz istehsal edirsiniz. Allah. Deməli, bu tərəkəmələrdə ət məhsullarıdır. Bunlar ancaq tərəkəmələrin işidir. Bunların biləcəyi işdir. Gəlir ki, bu işlər hamısı asandır. Nə bilim, necə deyirlər, halva demənin ağız şirin olmur. Elə deyil. Düz. Bunların hamısı zəhmət var burada, bugünkü gün. Bu da çox çətin bir proseslərdir. Bunu da bayaqdan biz artıq yarım saatdır biz buradayıq. Burada olan fəaliyyəti biz görürük ki, gələndən dayanmayıblar da. Ancaq hərəkətdədirlər, ancaq necə deyirlər, pişirirlər, ancaq... Ümumiyyətlə sizin gündəlik iş tərəkəməçilik belədir də. Tərəkəməçilik elə, nə bilim, səhər-səhər balasını verir, nə bilim, örüşə gedən örüşə gedir, nə burada qalanı burada eləyirik. Ancaq belə çalışırıq.
Əla. Bu da əziz tamaşaçılar, bu da sizin deməli necə deyirlər, tərəkəmələrin milli yeməyidir. Milli yemək. Bu siz nə deyirsiniz buna? Biz ona bozartma deyirik. Qonağınız gələndə Bozartma bundan bişiririk, istifadə bəli, edirsiniz. bəli. Bunun bişirmə necədir? Bunu pişirmə Prosesi. qaydası ilə quzunu kəsirik, soyuruq, doğrayıb, doldururuq qazana, istiotun, duzun vururuq. Biraz su tökürük. Bax Öz belə, xodunda öz bişir. xodunda. Nə ona tomat atmırıq, bir dənə soğan vururuq. Yeri gəldikdə soğan da vurulmur heç. Belə də olur. Deməli ətin öz dadı qalırdı orada. Bəli. Öz şirinliyi qalır. Şirinliyi qalır. Belə. İndi biz oturmuşuq, çörək yeyirik. Dəvələri gözləyirik. Dəvələr də gəlsin. İndi ərazidədirlər də yəqin ki. Hə, razı. Gəlsinlər, dəvələri də çalışacaq ki, sizə çəkib göstərək. Qəsəbəsi Qarabuzaq kəndi çox maraqlıdır. Hələ də davam edirik. İzləmədə qalın. 905 sərnişin qatarı var idi. O həmişə buradan gələrdi, demək vaxtında gedərdi, indi kimi dördü. Onda poezin gəlməsinə görə burada indi o zvonak yoxdur. Burada zvonak çalarlar. Zvonak çalanda cəmaət bilirdi ki, saat neçədir. Poez gələcək. Yəni poezin gəlməsinə 5 dəqiqə qalmış o zəng çalınardı. Amma dəqiq gəlirdi da, vaxtında gəlirdi. Hə, vaxtında gələrdi. İndi 2000 bildi bilmir. İndi poezlər düz o sürət qatarlar vaxtında gedir. Hə, sonradan keçir. O, yəni cəmaət ondan öz evində işini nizamlayardı. O qatar gəlib siqnal Qatar verirdi. gəlib demək saat 9-a 5 dəqiqə işləyib. Əziz tamaşaçılar, deməli maraqlı faktlar deyir bizə Ağarzə müəllim. O vaxt aydın məsələdə iş güc o qədər çox olub ki, insanlarda təsərrüfata çox vaxt getdiyinə görə. Deməli kənd o vaxtı kənd yolunun, dəmir yolunun sol zolağında yerləşib. Bəli, orada. Deməli 905 nömrəli ekspres deyək, qatarı buradan keçirmiş və o siqnal verilmiş ki, saat neçədir? Saat. Cəmaət də, kəndin cəmaəti də onunla bilirmiş ki, saat məsəl üçün 1-dir. Sonra işləyən də bilirdi. Bilirdi ki, poez getdi, saat neçədir. Yəni gəlmək lazım, getmək lazım. Bəli, ondan nizamlı. Çünki yox idi. Onda cəmaət kəsmək saat harda idi. Məsələn, bir burada vardı, o belə bir yumru saat idi, daş asılmış, belə görmərsiniz. Dartəsən belə qalxırdı, yuxarı düşürdü. Ondan yəni bilirdilər ki, saat neçədir. Onun dediyindən yadıma düşdü. Biz aydın məsələdir bilirik ki, o indi bəzi yaşlı insanlar, yaxşı ağsaqqallar, yaşlı ağbirçəklərimiz deyir ki, mənim yaşım 90-dır, 100-dür, 101-dir. Deməli onun da bir maraqlı bir açıqlaması var idi. İndi o qatar siqnal verir deyəndə o yadıma düşdü ki. Deməli o vaxtı bu rəsmiyyət deyilən bir şey olub da, necə deyək, şəxsiyyət vərəqəsi. Deməli hər adamın imkanı yox imiş ki, şəhərə getsin, onu qeyd elətdirsin. Deməli bir uşaq olurmuş ailədə, tutaq ki, onun məsələn 4 yaşı olurmuş. Yeni bir başqa bir ailədə evlad, uşaq doğulanda, anadan olanda. Deməli o gedib sənədləşdirəndə deyirdi ki, mənim də evladımı apar sənədləşdir. Və bu o da demək idi ki, yaşların da o vaxtki məsələn də yaşlı insanların da yaşı elə də çox bilinmirdi. Tam dəqiq deyildi Ağarzə müəllim, düzdür? Bəli. Elə siz onu dediniz, mənim də yadıma düşdü. Mənim Allah rəhmət eləsin, əmim Kənd Sovetində katib işləyib. Ancaq yazı yazmağı, indi onu görsən, onu özü yazırdı, özü oxurdu, başqası oxuya bilmirdi. Yəni eləsiz. O yazardı. İndi sizin dediyiniz kimi soruşurdun ki, sən neçənci ildəsən? Məsələn, mən soruşurdum. Deyirdi ki, sən filan kəsin oğlu taxıl pisini vaxtı olub, sən ondan sonra olmuşsan. Ancaq ta fakt demirdi ki, neçənci ildir. Mənimlə nə bilim neçənci ildir. Yəni, indi o siz dediniz, burada da həmən o şeylər olubdur ki, yəni insanlar, hə, sən olmuşsan o bəs qar yağdı, bax, həmən ili. Həmən ili basan o qar yağıbdır. Onu bilmək olardı, yox. Bu da orada gəlirdi ki, deməli, yaş problemləri olurdu, necə deyərlər? Birinin olurdu 80, birinin olurdu 85, bəlkə də eyni yaşda olublar. Amma rəsmiyyətə salınmağı biraz gec olub. Bunu da bugün öyrənmiş olduq. O ki, buyur deyir, kimlərə qaldı dünya, dolub boşaldı dünya. Şahları taxtdan salıb, doldu boşaldı dünya. İndi dünya deyir, yaşayırıq. Yəni, mən şeirin həvəskarı olmuşam. Ancaq şeir o qədər, yəni, yaddaşımda saxlaya bilməmişəm. Ağarzə müəllim, bizim məqsədimiz Bölgə TV olaraq kəndlərimizi, Azərbaycanımızı gəzməkdir. Pirli kəndində onda babalar müəllim çox gözəl bizə bir şeir dedi orada. Yəqin ki, sizin də yadınıza gəlir də. Biz artıq verilişin, layihənin final hissəsinə gələndə başqa şey fikirləşmişdik. Amma
Onu elədik. Əlimiz gəlmədi ki, orada nəyisə kəsət doğraya. Öyle bir epizod dedik, orada öyle bir şeir dedi ki 100 il bizdən sonra gələn nəsillər gəlmişik, getmişik, nə biləcəklər? Yadigar qalmasa bu lent onlara. Ölmüşük, bitmişik, nə biləcəklər? Babalar müəllimə də buradan təşəkkür edirəm ki, o şeir çox gözəl şeir idi. Çox gözəl söz deyibdi. İndi biz də bu lenti çəkirik. Bu kanal var. Bizdən sonra 20 il, 30 il, 40 il, 50 il, 60 il keçəcək, bu lent yadigar qalacaq. Vaxt gələcək ki, kimsə Qarabucaq kəndinə, Qarabucaq qəsəbəsindən gələcək. Biz necə ki, bura gəlməmişdən qabaq araşdırma edirik, Wikipediyalara baxırıq, kəndin tarixi haqqında. Onlar da gələcək, onlar da yadigar bizim lentlərimiz qalacaq. Və oradan, necə deyərlər, maariflənəcəklər və yararlanacaqlar. Bu sizin verilişiniz çox gözəl bir verilişdir. Bunu mən 3-ünə, 4-ünə baxmışam. Və orada sizin bu zəhmətinizi, yəni hədər getməsi, onu bilməmək, başa düşməmək, onda o adam insan deyil. Yəni bunu çəkib, bu xalqa çatdırmaq, kəndə çatdırmaq, o gənc nəslə çatdırmaq ki, bu belə bir adət ənənələrimiz olub, bunları qoruyub saxlamaq lazımdır, bunları inkişaf etdirmək lazımdır, ata-ananın qədrini bilmək lazımdır. İndi siz də zəhmət çəkib gəlmişsiniz, çox sağ olun, çox var olun. Bizim kəndimiz haqqında da indi bildiklərimizi biz sizə dedik. Siz də indi bunu ona baxanlar var. Nə ki, olənlər var. Mən bizdən nə deyirəm, bunu da kəsmərsiniz. Mənim 38 ildə dərs dediyim bütün şagirdlərə buradan öz salamı getirirəm. Və onlar, o baxanlar, baxıb bilsinlər ki, onların belə bir müəllimi olubdur. Və indi loğalı olmasın bunlardan da deyək, kimdən də soruşalım. Məktəbdə ən istənilən, ən sevilən müəllimlərdən biri mən olmuşam. İndi də, indiki dövrdə də belə cavan gəlin gəlir, nə bilim, yaşlı qadın gəlir. Məsələn, indi mənim dərs dediyim şagirdlərin nəvələri var, nəvələrinin də hələ uşaqları var. Məni görəndə məni qucaqlayıb, məsələn, belə hal-ayva tutması, mənə elə bilirəm ki, bütün dünyanı bağışlayırlar. Arzə müəllim, bu da o deməkdir ki, şagirdləriniz sizi sevibsə, siz şagirdləriniz arasında ayrı-seçki eləməmisiniz. Varlı kasıb ayırmamışsınız. Xeyr, mən həmişə o dünya yaranandan o güclü, gücsüz olub, varlı, kasıb olub. Yəni, ədalətsiz həmişə olub, hələ də olacaq. Mən həmişə çalışmışam ki, o kasıb o dövlətli tərəfindən döyülməsin, əzilməsin, onu təhqir olunmaz. Hamısını bərabər tutmuşam. Ancaq o, görürsən, savxoz direktorunun uşağı vardı. O istəyirdi ki, özün üstün tutsun. Ancaq mən dedim, yox, bala, bura məktəbdir. Qarabucaq kəndini gəzməyə davam edirik, gəzirik. Günün sonunacan bu qəsəbədə, bu kənddəyik. Qarabucaq kəndi çox maraqlı, Qarabucaq qəsəbəsi çox maraqlı bir qəsəbədir. İzləmədə qalın, davam edirik hələ. Əlimdə bunu görürsünüz. Bu nəyə məxsusdur? Dəvəyə məxsusdur. Dəvələr bura gəlməli idi. Gəlmədilər. Necə deyirlər, dəvələrin ciddiliyi tutdu, biz onları bura gətirə bilmədik. İndi bunu götürmüşük, dəvələrin ayağına gedirik ki, biz onları çəkə bilək. Bunu da götürüb gedirik dəvələri çəkməyə. İzləmədə qalın. Burada dəvələr çoxdur, hal-hazırda ikisini gətirə bildilər. Biz də indi burada müəllim bunları necə deyirlər, yüvən deyirlər də buna. O yox, ofsardır, dəvənin ofsarı. Ofsarı. Onu taxırlar. Həqiqətən də Kürdəmirdə belə dəvə tərifatını görmək adamı sevindirir ki, bizim iqlim
şərait yaradır da bunlara, yaxşıdır da Ha, burada. dəvəninki istidir, soyuğa dözümlüdür. İsti ölkələrdə yaşayan heyvan da bu dəvə. Deyir tüpürür adama, düz söhbət O bu. incidən də tüpürür. İndi bizə tüpürməz ki bu. Yox. Həqiqətən də burada çox maraqlı heyvandır dəvə, həqiqətən də yaraşıqlıdır. Deməli ki, qurban olum Allah buna hər şey verib, hər bir gözəllik verib. Deməli Kürdamirdə axır ki, dəvəyə də mindik. Hə. Görək. Hə. Həyatımda 2 dəfədir dəvəyə minmişəm. Həmişə həvəsində olmuşam. Bugünkü gün bu dəvəyə mindik biz. Çox sağ olun, təşəkkür edirəm sizə. İnkişaf elətdirmək lazımdır ki, bu bizim torpaqlarda da inkişaf eləsinlər. Çünki bu Kürdamirə gözəllik verir. Mən aldığım məlumata görə bütün tədbirlərdə sizin dəvələrdən istifadə olunur. Bəli, bəli. Kürdamirdə keçirilən tədbirlərin əksəriyyətində, əsasən Novruz bayramı tədbirlərində bu dəvələrdən istifadə olunur. Bu dəvələr bir növ Kürdamirin simvoluna çevrilib artıq. Sizə görə təşəkkür edirik. Çox sağ olun Nurlan müəllim. Vallahi çox sağ olun ki, siz həqiqətən də bu zəhmətli işin öhdəsindən gəlirsiniz. Çox sağ olun. Çox sağ olun, minnətdaram. Düşmək istəyirsən? Ha, şu düşək. İndi bir 50 manat verərsən, ondan sonra Baş düşər. üstə. Dəvə oturmalıdır ki, biz düşək. İncitdik bu heyvanda. Heyvanı da incitdik. Deməli buna Allah tərəfindən hər bir gözəllik verilib. Verilir, verilir. Həqiqətən də yaxından baxanda çox gözəl heyvandır bu. Necə deyərlər? Hər bir gözəlliyi var bunda, bu dəvədə. Həm də ki, ta qədimdən insanoğlunun ən böyük köməkçisi dəvə olub. Dəvə olur. Bəli, nəqliyyatı dəvə olub. Bəli, dəvə olur. Bu heyvan həqiqətən də bunu qurban da kəsirlər. Qurbandır, dəvənin qurbanı kəsilir. 7 qurbana bir dəvə kəsirlər. 7 qurbana bir Yeddi dəvə qurbana Bir kəsirlər. dənə dəvə kəsmək, yəni olur. Belə tək də kəsirlər. Yəni dəvənin yunundan məsələn istifadə edirlər. Məsələn o revmatizması olana, qırsasının sinir ağrısı olana, sonra belə tükündən aparırlar uşaqdan evdən asmağa ki, gözdən nəzərdən. Hə. Burnundan qan açılan adamlar olur. Görsən ki, burnunun qanını kəsmək üçün onu yandırıb tüstüsünü verirlər. Hə, bunu. Deməli bunun yunu da qiymətlidir, Bəli, bəli. əti də qiymətlidir, Südü də qiymətlidir. südü də qiymətlidir, öz də qiymətlidir. Bir heyvanın insana edəcəyi maksimum köməkliyin dəvə edir. Edir. Özü də sakit heyvandır. Sakitdir. Hə, bu da bunun Hə, balasıdır. Bu da onun balasıdır. Hə, bu da onun balasıdır. Bu artıq Hə. tüpürmək istəyir. Yaxınlaş da. Hə, tüpürsün. Tüpürdə bilərəm mən onu. Ha, tüpürdü. Baba tüpürür. Ha. O. O. Tüpürmək istəyir. Ha, həqiqətən də Kürdamirdə bugünkü gün dəvəçilik ferması, dəvəçilik inkişaf eləyir. Dəvəçilik təsərrüfatı inkişaf eləyir. Çox sağ olsun. Həqiqətən də bugünkü gün bu təsərrüfatın inkişafından ötürü əlinizdən gələn edirsiniz. Çox sağ olun. Hə, biz istəyirik ki, bilirik, zəhmətli işdir. Biz sizdən istəyirik ki, bu işi daha da necə deyək, sürətləndirin. Bunlar daha da artırın. Çünki bunlar artıq bu dəvələr Kürdamirin simvoluna çevrilib artıq. Çünki bayaq dediyim kimi hər bir tədbirdə, Novruz bayramı tədbirlərində əsasən biz Kürdamirdə bu dəvələri görürük. Bunun üçün də sizə təşəkkür edirik. Çox sağ olun, çox sağ olun. Biz bu gün Bizə də sizə gəldik sizin təşəkkür kəndə. edirik. Elə bizi yad elədiniz. Çox sağ olun, çox var olun. Bu qoyun artıq aran zonalarında qoyunlar qırxılır. Qoyun adətən 2 vaxta qırxılır. Bir, may aylarında, bir də ki, sentyabr aylarında. İndi artıq may ayının qırxımı başlayıb. Dağlıq zonalarda biraz gec qırxırlar qoyunu. Çünki yağışlarla əlaqədar. Mənə elə gəlir ki, aranda da bu il gecikib. Çünki yağışlar çox oldu. Hava soyuq olduğuna görə aranda indi başlayıb qırxım. Amma əslində aprelin ortalarından başlayır qırxım. Biz də indi buradan yoldan keçəndə gördük bir nəfər qoyun qırxır. Biz də qayçını aldıq ki, bu qoyunu qırxaq, kömək eləyək ona. Artıq demək olar ki, Qarabağ qəsəbəsində videolarımız yekunlaşır. Günü yekunlaşdırırıq. Çox maraqlı bir çəkiş oldu. Bizim kəndimiz verilişi hər həftənin bazar günü Bölgə TV YouTube kanalında yayımlanır. Siz də baxın, necə deyərlər, Bölgə TV-nin sayəsində kəndlərimizi daha yaxından tanıyaq və kəndimizin görməli yerlərin, maraqlı abidələrin hamısını
izləyək. Bütün kəndlərimizi gəzəcək, bütün qəsəbələrimizi gəzəcək və oradan olan maraqlı kadrları sizə göstərəcək. Heçsə, qoyun qırxımına başladıq. Xeyirli olsun. Qoyunun başını da qırxırlar ki, qoyunun başı sərin olsun. Biz bunu da qırxırıq. Amma biz pul almırıq da, bu qırxıma görə pul almırıq. Amma qoyun da buna görə bizə ət verir, süt verir, quzu verir, hər şey verir. Ümumiyyətlə bizim torpaqlar hamısı çox qiymətli torpaqlardır. Amma istifadə eləyənə. İnsanlar var ki, mən hər verişdə buna toxunuram. İnsanlar var ki, hektarlarla həyətyan sahəsi var. Kənddə yaşayır, orada nə mal saxlayır, nə qara saxlayır. Necə deyərlər, heç ağac da əkməyib. O boyda kənddə gəzirsən, görürsən ki, adamın hardasa 1 hektar həyətyan sahəsi var, orada heç nə əkməyib. Nə tərvəzi var, nə ağacı var, nə heyvanı var, saxlamır. Bunların hamısını gedir bazarlardan alır. Amma biz kəndçi olaraq bunu saxlasaq, vallahi o məhsulların qiymətini biz deyirik, ətin qiyməti qalxıb 20 manata, 22 manata, 23 manata. Nə bilim, xiyarın, pomidorun kilo 4 manat, 5 manat. Vallahi biz hamımız onu əksək becərsək, kəndçi olaraq torpağımızdan istifadə eləsək, olan bugünkü qiyməti, ətin qiyməti olar 12 manat, 13 manat. Yağın qiyməti olar 15 manat, 14 manat. Biz bunları əkməliyik, becərməliyik ki, kənddə yaşayırsa o kəndin haqqını verməliyik. Bölgə TV izləyin, həqiqətən Qarabıcaq qəsəbəsi çox maraqlıdır.